Mətbəxdə olan vəziyyət necədir? Mətbəxdə çox gözəl. Aha, öncə biz nəzər yetirək. Artıq. Bəh. Düyüsü burada. Artıq hazır vəziyyətə gətirilir. Dəmə qoyulub. Bəli, Şaməlim, dəmə qoyub. Artıq dəmə qoyulub. Dəmdədir ya. Aşqarası da onsuz da biraz bundan qabaq da gəldim, hazır idi. Hazırdır bəli. Bu da hazırdır, demək olar ki, hazır vəziyyətə gətirilir və aşqarasını da yenə göstərək, maşallah. Burada əriyi var, şabalıdı var, sonra nələri var burada? Qaysı var. Ərikdir, ərik. Bəli, alça var, şabalıtı var, kişmişi var. Alça da var, Bəli. kişmiş Bəli. də var. Soğanı var, qara quzun ətindən var, yumşaq tikələrinə qədər. Ən əsas odur da, qardaş. Beyləqanın qara quzusundan hazırlanmış aşqarası var. Kebablar da dediyimiz kimi az sonra hazırlanıb, süfrəyə təqdim olunacaq. Təşəkkürlər mənim dəyərli dostlarım, dəyərli qardaşlarım. Seymur, de ürək sözlərini. Hər kəs salamlayıram. Bizi izləyən tamaşaçıların hamısına. Var olsunlar, Allah canları sağ eləsin, ruzuların bol eləsin. Amin. Gəlsinlər, yesinlər, gözəl məkanımızda yesinlər, içsinlər. Çəkinməsinlər, qiymətlərimiz münasibdir. Gələn qonaqlarımızı da təbii ki, biz də dəyərləndirərək meyvəsi, samavar çayın, mürəbbəsi böyründə qəşəng məkanımıza oturub içəndən sonra samavar çayı. Samavar çayı, hədiyyələr də səndə. Gözəl. Mükah bəy, hədiyyələrimiz həmişə olduğu kimi samavar çayları. 1, 2, nə qədər istəsələr, buyurub içə bilərlər. Mürəbbələr, çeşitli mürəbbələrlə. Meyvələr. Hər bir yolu gözləyir. Meyvələr də var. Təşəkkürlər dostlar, hər birinizdə. Təşəkkürlər Beyləqan Ailəvi Restoranının bütün kollektivinə və əlaqə saxlamaq üçün, gəlmək üçün necə gələcəklər, necə əlaqə saxlayacaqlar? Gəlmək üçün əvvəlcədən bu gözəl Beyləqan quzuları yemək üçün zəng edib rezerv etsinlər. 070 221 1013 nömrəmizə. Yerimiz böyükdür. Gözəl, xoş günlər keçmək üçün zalımız var. Hər kəsin yolunu gözləyirik. Bəli, hər kəsi gözləyirik Beyləqan Ailəvi Restoranına. Buyur əzizim. Və Mükah bəy, bir Seymur bu sözü yadından çıxartdı, yox demək istəyir, amma ona qalmaq istəyəm deyəm. Seymur qardaşımın balası Kənanın ayın 17-si ad gündür. Eləmi? Kənanımızın doğum günüdür. Təbriklər, təbriklər. Mən də qardaşım balasının Allah ömür versin. Təbrik edirəm. Kənanı mən izləyirəm ekran qarşısında. Kənan, Mikail əmi səni öpür, bağrına basır. Öpürəm. Bəli, o gözəl balaların hər birini. Allah bütün balaları qorusun. Amin, amin. Kənanımızı bir daha təbrik eləyirəm. Bir qardaşımızın balası kimi bütün kollektivimiz adından, Günaydın Azərbaycan adına. Təşəkkürlər dostlar. Çox sağ olun. Var ol. Allah sağ olsun. Bizsə